Oradan çıxırıq Ramanı yolu, Suraxanı, Qala, Qalanın giririk stansiyanın içəri tərəfinə. Oradan gəlirik Kənd Qala, 4 yol. Sonra götürəndə belə hardasa bir 25 dənə astanovka olur da belə götürəndə. 4 kənd üzrədir, eləmi? Bəli, çox artıq. Ramanı var, Suraxanı var. Ondan sonra stansiya Qala var. Kənd Qala, sonra da gəldim burada Qaradok. Sakinlər Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrindən keçən 141Y nömrəli marşrut xəttində avtobusların az olduğunu deyirlər. Onlar bildirirlər ki, günün pik saatlarında bəzən avtobuslar yarım saat, hətta 40 dəqiqədən bir gəlir. Dolu gəlir. Hərdən olur ki, yarım saatdan bir gec gəlir də, yəni probka zat, nə bilim valla. Başqa kəndlərdə istifadə edir bu marşrut xətti? Bəli, hamısı Türkan, Zirə, Qalada. İş vaxtları ən çox dolu olur, yəni 5 gün, həm 6 bazar isə yox. Səhər tezdən işə çıxanda onda problem yaranır. Saat neçədə? Saat 6-da, 7-də belə. İnsan çox olur, bilmək olmur, sıxlıq olur. Yarım saatdan 40 dəqiqədən bir. Maşın problemi yaranır. İşə gec gedirik, vaxtında çata bilmirik. Bildirildi ki, sözü gedən 4 qəsəbədən keçərək birbaşa Koroğlu metro stansiyasına gedən bir marşrut xətti var. O da 141Y-dir. Avtobuslara minə bilmədikdə də taksidən istifadə etməli olurlar. Əvvəl 150 ilə 187 idi. Onların indi xırda yarıyadan gəldi, yarıdan o gedir. Bu isə promo gedir şəhərə. Yaxşıdır. Kəndlərdən bir dəfəlik Koroğlu metro stansiyasına ancaq bu gedir. Ancaq bu gedir, bəli. Çox əla, sərfəli insanlar. Yəni 1,60 qəpik verib ona gedirsən, bir dəfə bunlar gedir 2 manata. Bunlar sərfələmir. Görsən boş deyil. Camaat hamı ona minir. 141Y nömrəli marşrut avtobusunun sürücüsü isə bildirdi ki, interval cəmi 10 dəqiqədir. Səhər əsas bir dənə birinci aborodu biraz dolu olur maşın. Ondan sonra normal hamı oturur öz skameykada gedir gəlir. Səhər saat neçədə? Səhər 6-da başlayırıq. Birinci reysimiz buradan da 6-dandır, Koroğludan da 6-dandır. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdiyi qurumdan Xəzər xəbərə bildirildi ki, daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi və avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi barədə tapşırıq verilib. Aytən Fehruz Vüsal Cəfərov, Xəzər xəbər.